Bismillah. Hayırlı olsun millet. Bu boyda pul Kazakistan puludur. Neçə otaqlı ev almaq olar? 3 otaqlı. 60 neçə kvadrat? 63 kvadratlıq ev bu boyda pul deyilir. Gəlirsən insan xidməti, burada oşu bütün sənədləri düzəldirlər, adına keçirdirlər də. Belə. Xoş gəlibsiz bizim təzə evimizə. Bəli, biz Kazakistanda 3 otaqlı ev almışıq. 8 bloklu zdaniyadır. O, dora kimi gedir. Aynalarımız yuxarı. Getdik. Hayırlı olsun, gəlin sizə room tur eləyəcəm. Xoş gəlibsiz mənim ürəkli takipçilərim. Başlayırıq biz. Bura prixojadır. Prixoja. Böyük şkaf var. Yəni burada bu dəqiqə evdən nə görürsünüz, nə sizin qabağında var. Biz belə də almışıq. Hardan başlayaq? Ev 3 otaqlıdır. Qiymət 65.000 manata çörəndə. Burada ayaq yoludur. Burada hamamdır. Paltar yuyan, vanna, güzgü, müzgü. Burada kuxnyadır. Kuxnya biraz balacadır, no heç nə olmaz, biz sığarıq. Burada hər şey var idi, bundan başqa. Bu mənim cehizim, mamam alıbdır. Bu mənim cehizim, bu mənim cehizim. Bura kuxnyadır. Keçdik otaqlara. Birinci otaq. Yataq otağı. Belədir. Bu uşaqların idman aləti olacaq. Burada əvvəl idmançı olubdur. Yaşayıb. Burada kravat. Belə bir şkaf var. Kondisioner. İşlək vəziyyətdədir. Pərdələr. Burada balkondur. No, balkon hələ remontsuzdur. Belə taxtalı. Ondan sonra inşallah. Növbəti otaq. Zaldır. Uşaqların otağı. Baxarıq, fikirləşərik. Orada belədir. Yolkamız. Bu şkafdır. Televizor. Divan açılır. Nazirlə Şamil rahat sığışa bilərlər. Pərdələrdir. Даже gül çiçeği də var. Keçdik əsas məsələ İncinin otağına. İncinin otağı da buradadır. Kravat, matras təzədir. Çox qəşəng matrasdır. Şkafın altında, kravatın altında şkaflar var. Burada ancaq aboy dəyişdirəcəm. Burada televizor var idi başqa. Pərdən də dəyişdirəcəm. Şkaf var burada. Güzgü var və xaladinlik. Xaladinlik çox böyükdür. Mən istədiyim kimi hər şey yuxarıda olsun. Marazilka aşağıda olsun. Baxın. Belə daha rahatdır. Belə xaladinlik sevirəm. Son, otaqdan çıxırıq, bağlayırıq və belə. Nətərdir millət? Bilirəm, çox mənim takipçilərim sevinəcək mənim adımdan. Biz ev almışıq, bizim evdir, rahat, Kazakistana köçmüşük və hər şey gözəldir. Çox sağ ol izlədiyiniz üçün.